fərqlənən idmançılar artıq fərqli kürsünün qarşısında düzülüblər. İndi onlara mükafatlar, Medals will be presented by Azar Aliyev, Deputy Secretary General Azerbaijan NOC. Medallar Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin baş katibinin muavini Azər Əliyev tərəfindən təqdim olunacaq. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin muavini və Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev mükafatları təqdim edir. Elnarə Abbasova fərqli kürsünün 3-cü pilləsinə dəvət olduğuna bürünc medal təqdim olunur. Ümumi hesabda 184 kilogram nəticə. Azərbaycan atletinin bu yarışlardakı uğurlu çıxışları əlbəttə azarkeşləri də çox sevindirir və Elnarə Abbasova hiss olunur ki, hətta bu nailiyyətinə görə sevincdən göz yaşlarını da hələ ki saxlamaqdadır. Özbəkistan idmançısı Gümüşxan Fayzullayeva ikinci yeri tutdu. 187 kilogram. Ayrı-ayrı hərəkətlərdə 84 və 103 kilogram və turnirin qalibi Polina Guryeva, Türkmenistan idmançısı 88 və 105 kilogram. Ümumi hesabda 193 kilogram, bütünlüklə qızıl medal və oyunların çempionu. İndi Polina Guryevanın qələbəsi şərəfinə və Türkmenistanın dövlət himni səslənəcək. Ladies and gentlemen, the anthem of Turkmenistan. Hanımlar ve cenablar, Türkmenistan'ın devlet himni. ...63 kilogram çəki dərəcəsində mükafatlandırma mərasimi başa çatır. Hanımlar ve cenablar, Bakı 2017 və indi yarışda fərqlənən atletlər təbii ki, xatirə bu şəkildə çəkdirəcəklər. Beləliklə, Polina Guryeva, Türkmenistan, Gümüşxan Feyzullayeva, Özbəkistan və Elnarə Abbasova, Azərbaycan.